Herkese salam dostlar. Bugün Age of History 2 Conqueror'da Səudiyyə Ərəbistan olaraq Ərəb xilafətini qurmağın ikinci bölümündəyik. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. İndi keçək video. Bildiyiniz kimi keçən bölüm mən Qatar, Bəhreyn, Kuveyt, Birləşmiş Ərəb Əmirliklərini işğal eləmişəm. İndiki dövrdə mən ekonomisi az olan bu Ummana doğru hücum eləmək istəyirəm. Ondan əvvəl mənim əyalət istiqraratıma baxım, o artsın qoy, sonra 85, 170 qalxır. Burasıdakı şey var da, xəstəliklər də yayılıb ölkədən, Amerikadan və Qazaxıstandan gəlir. Onu da elə hazır gözləyəkdən, buradan bir dənə gözləmə kulesi inşa edək. Bundan başqa, mən məsələn buradan nə tər baxmaq olur limanlara? Mən dedim ki, Ərəb dövləti limanlı bir dövlətdirsə, yəni dənizə çıxışı varsa, liman inşa edeyim mən buralara. Gördüyünüz kimi, ölkənin qərb bölgəsi limanda var, amma hidi qaldı ki, şərq hissəsi, onu da yavaşca həll edək. Bundan başqa, orduları gördüm ki, 597-dir. Buranı tez bir şəkildə düşər, amma bu sərhəd bölgələrdə ordu yerləşdirmək lazımdır. Özdəki bir xeylə. Ummanı da işğal edəyədik. Umman deyə Yəməndir bu. Ummandır. Ummanı da işğal edəyərik. 14 minlik ordunu da yarı-yarı hissələrə bölək. Ordunun baş paytaxtı, daha doğrusu o tərəflərdədir. İndi deyərsiniz ki, bu qədər limanları niyə inşa elədin? Məsələn, lazımdır ki, şərq-qərb tərəfdən bir müharibə olsa əgər, sizində lazımdır. Məsələn, burada mənim limanım yoxdur deyə gərək o boyda fırlanmalıdır. Ondansa elə buradan biraz ordu yerləşdirərəm, daha da çox hücum edə bilərik. İndi mən sənə hakaretlər eləsəm, -3, -11'lərə kimi gəldin, amma ki, müharibə eləmək üçün hələ biraz tezli deyirlər. Aha, müharibə eləmək 5 tur deyir. Mən elə Kakraz elə buradan da Muskatdan çıxartma da eləyə bilərik, paytaxtıdır. Baxaq görək, bir turda getdi. Məsələn, bunu bu tərəfə, yarı hissəsini bura, yarı hissəsini yuxarıya verək. Bilmək olmaz da nə gəlir başımıza. Bu da qəribə bir ordu hissəsidir. İndi buradan Muskata birbaşa çıxartmayırıq. Xeylən bir dövlətdə mənə əlaqə etmişəm. Eritre görür, 31-ə kimi qalxıb. Məsələn, Sudan 46. Bütün dövlətlər də məndən əlaqələrini gəlişdirib. Məsələn, Libiyadır, Rusiyadır, Azərbaycandır, Türkiyədir, sonra Hindistandır, Əfqanlardır. Bu kimdir? Pakistandır. Bayaq ordusu var. Bunu elədim. Sudan'da mənə aradı. Sudan haradadır? Buradakı bu dövlətdə məndən ikinci dostluq əlaqəsi saxlayan dövlət. İndi biz ordumuzu digər hissələrə də yarı-yarıya bölək və müharibəni eləyək ki, paytaxtları düşsə 1, 2, 3, 4. Ayda paytaxtını ala bilmədik, eybi yox və bu tərəfə də bir çıxartma çıxartdı. Ordu çıxartdılar. Eybi yox, buradan birbaşa hücum edə bilərik. Məsələn, bunu da yarıya bölək. Bunun digər hissəsi belə, digər hissəsi belə getsin. 3006. Bu ordunu mən nə edə bilərəm, məsələn, buradan oraya getmək üçün? Aha, yarısı getdi. Qalanında birbaşa hücum. Məsələn, bu paytaxtın ala bilmirik, heç olmuyor. Ölkənin çıxışında dənizin qarşısını alaq ki, digər liman yerlərində tutaq. 4000 ordusu var idi orada. Bunlar da bir sağlam gəlirlər amma. Sən bunu bu tərəfdən bağlayaq qabaqlarını. Bu 5000'lik bir ordu dənizdə ki, heç nə bir şey işə yaramır əslində. Yəni hücum edir, ala bilmir. Dedim və aldı. İndi mən ordularımın çox hissəsini yarılanıb da indi buradan o tərəfə gedib. Mən bütün bu ordunun hissəsini, hamısını yenidən bir Riyada göndərdim. Sizə bunu Ummanı işğal eləməkdən mənə bir mesaj göndərdim ki, sırada sən varsan əslində. Yəni ordunu düzəldirsənmi, düzgoş edirsənmi, nə edirsən elə.
və müharibəyə başlayaq səndən. İndi Ummanın 45 əyaləti var, 45-i də bizim torpaqlara qatılır və assimilyasyon da buradan eləyək. Düzdür, bu torpaqlarda bir xeylən var, assimilyasyon olunacaq bir əyalətdə. Bu ölkənin də əyalətdə biraz qəribədir. Məsələn, buradan gəldim, gərək mən buradan dönüm sonra gəlim bu tərəfi işğal edeyim. Oradan gördünüz də. Bu da ki, gec olur, assimilyasondur. Sonuncular da oldu. İndi buradan da bir dənə gözlətlənmə kulesi plus limanımızı da inşa edirik. Bunu yaza bilərsiniz də yorumlara deyək. Məsələn, niyə sırf inşa eləmək olmur da, səbəbini də öyrənək. Bundan başqa bu torpaq da ki, Yəmənindir. İndi belə əyalətlər olaraq 92 əyalət və 66.000 ekonomiya sahibik. Qalanı da defansa da verim ki, müdafiəmiz də güclü olmalıdır. Sırf hücum heç bir şey ola bilməz. Bundan başqa yatırımlar eləyək görək. Ekonomimiz 66.000-dən 66.104-dən haraya kimi yüksələcək və petroldan danışırdılar, neftdən. 66.000 baxaq görək haraya kimi qalxır. Bir tərəfdən də sağ tərəfdən baxıram ki, heç ki müharibə edən riski, yəni birdən başqa dövlət, düşmənimiz olan dövlət. Görürsünüz ki, ekonomik, iqtisadi olaraq, diplomasi olaraq həm iqtisadiyyatdan güclüyük, plus diplomatik olaraq da ki, sərhədimizdəki dövlətlərlə əlaqəmizi yaxşı qurmuşuq. 66.000 qalxıb 71.000 ekonomiya. Bu da mükəmməl bir şeydir. Bundan başqa Libiya ilə də dostluq. Məsələn, hal-hazırda biz coğrafi bir bölgə olaraq Yəməni işğal elədikdən sonra bütün Ərəbistan yarımadasını, yəni cənub hissəsini almış oluruq. Plus ondan sonra da digər rəqibimiz Ürdündür, İsraildir, buradan olan. Fələstin yoxdur burada, tutublar deyəsən. Suriyadır, sonra da Lübnandır. Burada da deyəsən iç döyüş var, İsrail, Suriya ilə. Onun da bir serisində çəkirəm, istəyirsinizsə yaza bilərsiniz. Sonunda bugünlük bölümü bu qədər edeyim. Kanala like atmağı, abunə olmağı unutmayın. Gələn bölümdə görüşmək üzrə dostlar. Sağ olun.